Bu konfetdir, düzdür, şirniyyat. Şirniyyat insanı kökəldir. Düzdür, bu şey var sizin beyninizdə ki, şirniyyat insanı kökəldir. Arıqlamaq üçün mütləq şirniyyatdan uzaq durmaq lazımdır və ilkin olaraq zaten dediyiniz odur ki, şəkər yemirəm. Bu şəkərdir. Düzdür, şəkərdir. Tərkibində şəkər var, bir də Allah bilir nə var. Mən bunu istifadə elədim, yedim. Bu məni kökəltdi, bu şəkərdir, bu şirniyyatdır. Bu məni kökəltməyəcək axı. Amma ümumi baxsaq bu şirniyyatdır. Şirniyyatı kəsmişəm deyəndə, əgər bunu kəsirsinizsə də, bu sizə onsuz da həyatınızda olanda və yaxud da ki, olmayanda heç nə eləmir axı. Bax, beləcə bir şeydir, bu mənə qarayacaq ki. Bunun içində heç nə bilmir, 10-15-20 kalori yoxdur. Amma söhbət gələndə, söhbət bax, fərqli. İndi deyəcəksiniz ki, onlar nə gəzir sizin evdə? Bizə də qonaq gəlir, insanlar gəlir. Cəmaatı yoldan qovalamayacağım ki, və yaxud da ki, cəmaat çay içir. Onlara nə mən çay içirəm, içmirəm, şirniyyat yeyirəm, yemirəm. Cəmaat qonaq gəlir, qabağına qoymağa nəsə lazımdırmı? Bax, söhbət artıq gün ərzində yeyilmiş bu qədər. Bax, bu şirniyyat, bax, məsələn, bir də dediyim kimi, bu şirniyyat sizi kökəltmir. Allaha and olsun bunu gün ərzində. İndi deyəcəksiniz ki, bunu gün ərzində yeyən var. Vallah var. İndi özləri də məsəl üçün çıxıb deyəcək ki, bundan da çox yeyirəm. Bax, bu şirniyyat sizi kökəldir. Siz ümumilikdə, siz ümumilikdə niyə miqdar anlayışını gözünüzdən qaçırdırsınız və o miqdar anlayışını qəbul etmək istəmirsiniz? %90 insan, çox təəssüf ki, həmin o miqdarı qəbul etmək istəmir.